Yolüstü podkastın 3-cü bölümünə xoş gəlmisən. Bugünkü qonağım hamımızın tanıdığı Sadiqodur. Mən də istəyirəm ki, evim olsun, maşınım olsun. Yollar satım daha çox gəzim. Yəni hərənin özünün bir öncəliyi var. Ətrafımdakı insanlar da durmadan deyirdilər ki, paylaş. Yəni Sağ olsun. və bir növ belə bir şey olmuşdu. Yəni dedi içində bir dənə də olsun belə evlərin kadrları olsa, bəlləndə silah. Evlərin içərisində bir dənə kadr olsa, vuracam səni. Dedim, siləkli yox, vuracam. Xəyal ölkə deyilən anlayış məndə yoxdur. Uzağı və belə deyim, planım quraram, hədəfim quraram. Xəyal çünki xəyal edirəm, bir gün ora gedərəm, yəni getdi. Bizim insanların beynində Türkiyə sadəcə İstanbuldan ibarətdir. İstanbuldan o tərəfə yoxdur. Ancaq İstanbul, Türkiyə İstanbuldan ibarətdir. Və yaxud da İzmir deyək. İzmir. Kapadokiya hardasa, amma orada getmək bahadır deyə heç kim getmir. Yolüstü podkastın 3-cü bölümünə xoş gəlmisən. Bugünkü qonağım hamımızın tanıdığı Sadiqodur. 50-dən çox ölkədə olmuş, əsas da mənim kumirim olan Sadiqodur. Xoş gəlmisiniz. Xoş gördük. Evet. Həqiqətən mən də şadam ki, orada 50 olubdu məndə. Mən zərərdən çox. Mən kumirim kimi. Mən Saymırsınız. yox, heç vaxt saymıram. Amma çox olar. 50-dən çox, bilirəm, çox. 100 civarıdır məncə. 100 civarı, 100 plus olar. Mən araşdıranda gördüm, diqqətli baxmadım, amma bilirəm ki, 50-dən çox. Bu arada xoş gördük Sübhan. Həqiqətən mənə çox xoşdur, çox şadam ki, sənin bu podkastının qonağıyam və əlavə olaraq daha da şadam ki, gənclər bu istiqamətdə həqiqətən də işlər görürlər, uğurlu işlər görürlər. Gənclər səyahətə maraqlıdırlar və insanları da belə deyim, səyahətə təşviq edirlər. Mənə səyahətə siz təşviq edirsiniz. Həqiqətən deyirəm, yəni mənə səyahətə siz sevdirmisiniz. İnanıram ki, məndən əlavə neçə gənci də sevdirmisiniz. Çox təşəkkür edirəm. Həqiqətən 1 qram belə olsa mənim bu işdə bir belə deyim, rolum olubsa, payım olubsa, kimsə mənə baxıb nəyəsə səyahətdə həvəslənibsə və yaxud da yola çıxıbsa, həqiqətən də mən özümü çox xoşbəxt hiss edirəm. Çünki elə məqsədim də budur ki, Azərbaycan gəncləri maksimum səyahət eləsinlər. Onun üçün də yəni getdiyim bütün yerlərdə maksimum çəkib olduğu kimi. Yəni heç bir şəkildə, həqiqətən mənim videolarımı izləmirsən, heç bir şəkildə wow effekt vermirəm. Yəni wow inanılmazdır bura, bura kəşf olunmuyubdur. Bura ilk kənardan mənəm. Filan tərz bir şey eləmək istəmirəm. Çünki istəyirəm ki, Azərbaycan gənci hər şeyi olduğu kimi görsün və qərar versin ki, bura gələ bilərəm, gələ bilmərəm və həmişə də bir şey deyirəm ki, mən səyahət edirəmsə, hamı da səyahət edə bilər. Bu çox azdır bu. Yəni siz deyirsiniz ki, mən çəkmək istəmirəm. Buna görə də sizin videolarınıza az baxış gəlir. Olsun. Yəni mən belə deyim, çox auditoriya xitab eləmək kimi bir istəyim heç vaxt olmuyubdur ki, yəni milyonlara xitab eləyim. Yəni milyonlara xitab eləmək istəsəm tərzimi tamamilə başqa bir istiqamətdə yönləndirərdim. Mən bu arada ixtisasım jurnalistikadır. Mən jurnalistika bitirmişəm. Və həqiqətən də bu istiqamətdə istəsəydim ki, milyonlara xitab eləyim, sırf daha geniş belə deyim, auditoriyam olsun. O zaman başqa sahələr, daha doğrusu səyahətimi də başqa cür qurardım. 100%. Amma yəni mənim belə bir niyyətim, məqsədim dediyim kimi, yəni hadisələri olduğu kimi göstərmək mənim üçün daha belə maraqlıdır. Çünki özəlliklə xarici bloqerlər, türk bloqerlərdə də olsun. Azərbaycanda mən həmişə səyahət edirdim. Mən 2021-dən bu yana da aktiv şəkildə səyahət edirəm. Amma belə bir şey var ki, videoları artıq 2-3 il videoları çəkir. Paylaşmırdı. Bəli. Baxırdım ki, yəni adamlar indi Azərbaycan auditoriyası əsasən türkləri izləyirdi və yaxud da rusları izləyirdi. Baxırdım ki, adi yerlərdən elə şeylər qururlar ki, elə wow effektlər verirlər ki, bura sanki bunlardan başqa heç kəs gələ bilməz, burada mümkün deyil və Azərbaycan baxır deyir, çək. Zaman səyahət edirdim. Biz amma onu eləyə bilmərik. Mən də göstərirəm ki, yəni əlçatandır, hər şey əlçatandır. Hamı səyahət eləyə bilər. Yəni bunu həqiqətən gənclərə göstərirsiniz. Yəni mənə də həqiqətən çox böyük dəstək olub. Keçin birinci sualımıza. Buyur. Girişdə dedim ki, 50-dən çox ölkə görüb, indi tam dəqiq bilmirəm neçədir.
Onu dəqiq mən də özüm də bilmirəm. Onu saymaq lazım. 100% election sürə sayacağam. Burada qeyd Mən çünki bir şey deyim, səyahətdə olan insanlar belə deyim, mənim marağım ölkə deyil də. Çünki belə deyim, Amerika Birləşmiş Ştatları bir ölkədir, düzdürmü? Amma Amerika Birləşmiş Ştatlarının içərisində 50 dənə ştat var, hər birisi bir ölkə dəyərindədir. Mən məsəl üçün Amerika Birləşmiş Ştatlarını getdim, Amerika Birləşmiş Ştatlarının səhv eləmirəmsə 10-a yaxın ştatında olmuşam. Gedim deyim ki, Amerika Birləşmiş Ştatlarında olmuşam, bu biraz həqiqətən də absurd bir şey olur. Və yaxud da Azərbaycanda bir dənə Bakıya gəlib görən, Azərbaycanı gördüm, Azərbaycanda oldum deyə bilməz. Çünki Azərbaycan görmək üçün sən getməlisən Şimal zonasına, Talış zonasına, nə bilim Qarabağ bölgəsinə, Naxçıvana mütləq şəkildə getməlisən. Onun üçün də belə deyim, səyahətçi əsasən region olaraq hesablanmağı daha düzdür. Region da sayın bilmirəm, bu da ayrı məsələ. Amma yəni region olaraq baxıram mən məsələyə, yəni ölkə olaraq baxmıram. Belə sizi də fərqləndirən budur da. Məsələn, başqa bloger gedir bir dənə paytaxtda gedir, maksimum gedir 2 dənə şəhərə. Amma siz gedirsiniz bir ölkənin 3 şəhərinə, 4 şəhərinə, bilinməyən, yəni çox uzaq yerlərə gedirsiniz. Çox maraqlı səyahət edirsiniz. Yəni həqiqətən mənə zövq verir. Yəni bunu necə edirsiniz ki, getməmişdən əvvəl maraqlanırsınız bu şəhərlərə, yoxsa belə şəhərdən bitirmək istəmirsiniz, 4-5 şəhərə gedirsiniz? Ümumiyyətlə yəni heç bir ölkəni bir şəhərlə anlamaq mümkün deyil. Qətiyyən mümkün deyil. Yəni məsəl üçün Avstriya deyiləndə ağlınıza ilk hansı rəng gəlir? Qırmızı. Qırmızı. Amma mənim ağlıma yaşıl gəlir. Çünki Avstriyanın böyük bir hissəsi yaşıldır. Yaşıllığına görə. Bəli. Avstriya ümumiyyətlə yəni gedib Viyananı görməklə Avstriyanı gəzdim demək düzgün deyil. Avstriyanın mən də Avstriyanın 5-6 şəhərində olmuşam, amma hələ deyə bilmirəm ki, Avstriyanı gəzdim ki, o qədər böyükdür ki, məsəl üçün indi Avstriyanı deyirəm də, yəni başqa ölkələri də bura saya bilərik. Hə, qaldı mənim getdiyim yerlərin necəliyinə. Bir çoxu mən hətta uşaq yaşlarından qərar vermişdim ki, mən bura gedəcəm. Yəni çünki mən oxumamış bir yerə qəti şəkildə getmirəm. Araşdırırsınız əvvəldən. Tarixə də maraqlı var bilirəm. Elə yer var ki, onun haqqında araşdırmam 20 il əvvələ gedib çıxır. 20 il əvvəldən bilirdim. Məsəl üçün mən Kamboçya deyəsən bax Kamboçya məsəl üçün Fransada Normandiya sahilləri var, Oma çimərliyi var orada. Mən ora gedəcəyimi ta belə deyim 12-13 yaşımda bilirdim. Bir oyun oyun idi bu. Mən xəyal qurmaq, plan qurmaq daha məqsəd olandı. Yəni xəyaldan plan qurmaq lazımdır. Mən məsəl üçün o oyunu oynayanda və yaxud da bir Tom Hanks'in bir filmi var. Saving Private Ryan, Siravi Ryanı xilas etmək. Həmin o xoşlayıram. Hə, məhz o çimərlikdə keçir, daha doğrusu açılış səhnəsi ordadır. Məhz mütləq şəkildə məsləhət görürəm o filmə baxmağı. İkinci Dünya müharibəsində D-Day ilə bağlıdır. Və bilirdim ki, mən əvvəl-axır oraya gedəcəm və onun artıq bütün belə deyim, ön hazırlığın belə deyim, illər sonra maraqlı gəldi, yoxsa ondan əvvəldə? Oyunda birinci görün. Oyunu oynayanda məsələn mənim neçə yaş, 10 yaşım, 12 yaşım var idi həmin oyunu oynayanda. Sonra filminə baxırsan, sonra İkinci Dünya müharibəsi. Məsəl üçün bunlar indi bir yerə misallar gətirirəm. Yəni baxırsan İkinci Dünya müharibəsinə aid filmlərə baxırsan, yenə həmin yerlərə görürsən və artıq deyirsən ki, mütləq şəkildə bura getmək lazımdır. Kamboca bayaq qeyd elədiniz. Kamboca Angkor Wat məbədi ilk dəfə mənim qarşıma çıxmışdı. Təqribən bir 20'li yaşlarımın əvvəlində belə bir yer olduğunu bilmişdim. Demişdiniz mən videoda mən də. Yəni mən də o vaxtda demişdim ki, mütləq şəkildə mən bir gün bura gedəcəm. Xəyal gerçəkləşdirəcəm, çox maraqlıdır. İndi xəyal ölkəniz var, yoxsa hamısı getmişsiniz? Xəyal ölkə, mən xəyal ölkə deyilən anlayış məndə yoxdur. Uzağı belə deyim, planını quraram, hədəfini quraram. Xəyal çünki xəyal edirəm bir gün ora gedərəm, yəni getdi. Yəni öz əlindədir yəni. Öz əlindədir. Yəni mənə görə bir ölkə insandan sadəcə və sadəcə hava limanı qədər uzaqlıqdadır. Yəni çünki bir hədəfin varsa, gedərsən, çalışarsan, əlləşərsən, vuruşarsan, bir belə deyim, həmişə dediyim bir şey var. Çox aşağı büdcə ilə də səyahət eləmək mümkündür. Hətta və hətta sən qarşına çox böyük məqsəd qoymusansa ki, məsəl üçün mən gedəcəm Çinə. Çox belə məqsədin varsa, avtostopla da gedərsin. Amma öncəlik olmalıdır da. Təbii, Çini mən məsəl üçün dedim də. Öncəlik olsa hər şey eləmək olar. Tək səyahət yox, istədiyin hər şey. Keçin mən birinci sual ən yaxşısı.
Bu qədər ölkədən sonra hələ də getmək üçün səbirsizləndiyi yer qalıb. Getmək üçün səbirsizləndiyim yer, yəqin ki, haran deyim? Bir ölkə deyim də. Bu sualı boş keçməyək. Yəqin ki, Antarktika deyək. Antarktika. Oraya Getmək fikri var ondan. Yaxşı. Həyatda etdiyiniz ən spontan qərar nə olub? spontan qərar səyahətlərin içərisində, yəni tonlarla olur, spontan qərarlar olur. Bir də elə olur ki, məsəl üçün bu şəhərə gedəcəm, deyirəm ya, ümumiyyətlə bu şəhərdə daha çox qalam. Yaxşı, onda mən bu sualı belə çevirim. İlk dəfə səyahəti necə başlamısınız? Necə qərar vermisiniz? Kimlə getmək istəyirsiniz? Neçə yaşda başlamısınız ilk dəfə? İlki deməyim, ilk çünki yadıma gəlmir. Lap çoxdan. Onda siz təzə başlamısınız videoları paylaşmağa, amma əvvəldən İlki belə deyim, əvvəldən səyahət edirdim, amma belə intensiv şəkildə 2020 pandemiyada artıq qərarımı vermişdim ki, yəni bu qədər evdə oturmaq həqiqətən də bəsdir. Çünki pandemiyada heç kim hesara gedə bilmirdi və pandemiyadan sonra artıq intensiv şəkildə başladım səyahət etməyə. 3 il falan olar belə səyahət videolarını paylaşıram, öncəsi də var idi. Deyirəm də siz əvvəl YouTube-da paylaşmırdınız videoları, amma indi daha çox hər şəhəri paylaşırsınız. Bəli. Nədən sonra oldu bu qərar? Mən belə deyim, sosial şəbəkələrdə ümumiyyətlə paylaşmırdım. Bir dənə özümün Facebook səhifəm var. Orada paylaşırdım və WhatsApp-da falan belə dost tanışlara. Özünüz üçün gəzirsiniz? Özüm üçün gəzirdim. Yəni və ətrafımdakı insanlar da durmadan deyirdilər ki, paylaş. Yəni sağ olsun. Və bir nöqtədən sonra özüm də fikirləşdim ki, mən çünki getdiyim şəhərlərdən nəsə suvenir falan da toplamaq sevmirəm. Sadəcə olaraq gedib bilmirəm, elə bir adətim də yoxdur. Dedim ki, videolar çəkmən yaxşısı. Bəs xatirə kimi qalıraq nə vaxtsa? Videolar qaldı da. Digital bir xatirə. YouTube-a ki, ancaq özünüz baxasınız, hə? Bir nöqtəyə qədər özüm üçün eləyirdim. Sonra dedim ki, maraq var da, insanlar maraq göstərir. Dedim ki, bunu eləyirsən də hamı üçün elə. Yəni həqiqətən çox yaxşı iş görürsünüz. Yəni tərifləmirəm, olan budur. Yəni məncə mən həqiqətən YouTube-da baxanda görürəm ki, izləmələr çox azdır, insan pis olur. Elə videolar partlayır. Belə videolara baxanda pis olursan, məncə girib hamımız baxmalısınız. Başqa fikir davam eləmək istəyirsiniz, yoxsa keçin başqa suala? Keçin başqa suala. Pasportdakı ən dəyərli möhür hansıdır? Ən dəyərli möhür. Kambodjaya girə bilmirdiniz, hə? Hə. O necə dəyərli olar? Kambodja möhür vurmadı. Kambodja balaca bir dənə kağız verdi. Bu dedi sənin vizandır. Və salam, yəni Kambodjadan məni Kambodja möhürü olsaydı belə yəni ən dəyərli hamısı dəyərlidir. Hamısı dəyərlidir. Ən dəyərlisi. Sən niyə görə soruşuram? Çünki hamının xəyalı var da, məsələn, mən bu ölkədə olmalıyam. Şəxsən məndə Şotlandiyadır. Edinburgh yəni çox möhtəşəm gəlir mənə, yəni xəyalımdır. Sizdə haradır bu? Yəni ona uyğun möhür. Möhür, yəni mən də birinci səfər Britaniyaya gedəndə həyəcanlı idim. Həqiqətən çox belə Britaniya həyəcanı ilə gedirdim. Amma yəni bu günə baxanda artıq o şey bu dəyər, çünki hamısı dəyərlidir. Məsəl üçün Braziliyada dəyərlidir mənim üçün, Çilidə dəyərlidir, Peruda dəyərlidir, Fransada dəyərlidir hardasa. Məsəl üçün Londonda Londonda vurulan peçat da dəyərlidir və yaxud da nə bilim Tayland, hamısı dəyərlidir. Ayırmırsınız amma hamısı dəyərlidir. Hamısı dəyərlidir. Əsas səyahətçidən verdiyi cavab. Keçirəm başqa suala. Bu sual biraz şeydir. Sən dünyanı gəzərsən, Azərbaycandakı dostların həyat qurur, evlənir, başqa şeylər edirsən. Bəs fikirləş. Sualı kim deyibdi verəsiz zaten? Özüm hamısı tanış sualdır çünki. Tanış sualdır. Özüm bilib razıyam. Yox. Yəni maraqlı gəlmir sizə, hamı öz həyatını qurur, biri evlənir. Mənim də həyatım budur. Mənim də həyatım budur da. Yəni hamı öz həyatını qurur, belə deyim, hər kəsin özünün öncəlikləri var. Kimisi istəyir evi olsun, kimisi istəyir maşını olsun, kimisi istəyir belə deyim, çoxlu uşaqları olsun. Mən də istəyirəm ki, evim olsun, maşınım olsun ki, onları satım daha çox gəzim. Yəni hərənin özünün bir öncəliyi var. Mənim də öncəliyim səyahət etməkdir. Çünki hər bir yerdə xoşbəxt olur, mən də yolda xoşbəxt. Həyatınızı səyahət adamısınız onunla. Yəni belə deyim, insan var ki, məsəl üçün biri marağı hərbiyədir, biri işədir, biri yəni hər bir şey üçün bu həyatda pul qazanıbdı bu həyatda indiyə qədər. Mən də bir qəpik belə qazanıramsa onu səyahət üçün qazandığımı düşünürəm. Nə vaxtdan sonra bu fikir formalaşdı? Həmişə var idi. Həmişə var idi. Həmişə var idi. Yəni çox maraqlı oldu.
Keçirəm digər suala. Elə bir şəhər var ki, oranı tərk edəndə kədərlənmisiniz? Pis olmuş ki, orada. Qəşəng sualdır. Qəşəng sualdır. Hansı şəhər? Mən həmişə 2-3 səfər Rio'da olmuşam. Rio tərk edəndə bir kədərlənirəm. Orada favelada olmusunuz ha? Ümumiyyətlə Rio'nun belə deyim, o atmosferini çox sevirəm. Rio mənim üçün belə ayrı bir gözəl bir şəhərdir. Bütövlükdə belə deyim, Atakama tərəfdən Çilidən çıxanda belə biraz şey olurdum yəni. Çili, çünki Çili mənə maraqlı gəlirdi və yaxud da nə bilim elə yerlər var ki, elə şəhərlər var ki, orada öncədən heç bir hazırlığın olmur. Öncədən yəni çox böyük bir gözləntin olmur. Gedirsən amma orada elə xatirələr, elə xoş anlar yaşayırsan ki, həmin şəhəri tərk edəndə kədərlənirsən. Həmin şəhəri tərk elədiyin üçün yox. Yəni həmin xatirələrin və həmin daha doğrusu anların tez bitdiyi üçün biraz kədərlənirsən. Yəni olur. Bu daha çox harda olur? Məsələn, başqa bəyənmədiyin şəhərə gedirsən, fikirləşsən ki, bəyənmirsən. Amma gedib onu daha yaxşı görəndə olur. Məsəl üçün mən belə deyim, səyahət videolarımda hələ Çinə gəlməmişik də. Çinə getmişsən də. Hə, mən Çinə getdim. Vyetnamdan bir spoiler verim, Vyetnamdan Çinə keçmişəm. Mən Çinə gedəndə məsəl üçün belə çox bir könülsüz şəkildə gedirdim əslində. Dedim bəlkə Vyetnamda biraz daha çox qalım. Çinə girəndən sonra dedim mən Vyetnamda gərək daha az qalardım, Çinə daha tez keçərdim. Tamam, havası fərqlidir mənim üçün. Hə, yəni başqa bir dünyadır. Olur, yəni belə şəhərlər var ki, məsəl üçün mən Sulawesi adasına gedəndə İndoneziyanın fikirləşirdim ki, nə görəcəm uzağı orada. Uzağı onların qəribə dəfn ritualları var. Onları görürəm, Sulawesi adasının gözəl yerləri var, onları görürəm. Amma gedəndə tamamilə fərqli, çox daha fərqli şeylər görürsən. İnsan öncəliklə belə deyim, bir ölkənin sənə maraqlı etdirən şey ilk öncə onun insanları olur deyə düşünürəm. Yəni yaşıllıqdır, təbiətdir, dağdır, dərədir. Bir nöqtədən sonra insana eyni gəlməyə başlayır. Amma mədəniyyət fərqi o artıq İndoneziyada var o mədəniyyət. İndoneziya tamamilə başqa bir dünyadır. Hətta İndoneziyanın adasından adasına o mədəniyyət fərqi dəyişir. Məsəl üçün İndoneziyanı bir çoxumuz Bali ilə tanıyırıq, amma İndoneziyanın Bali ən kiçik adalarından birisidir. İndoneziyanın Cava adasına gedirsən tamamilə başqa bir dünyadır. Sulawesi də tamamilə başqa, Sumatra tamamilə başqa bir dünya, Papua isə elə bir sanki heç Asiya deyil. Yəni tamamilə tam başqa bir dünyadır, yəni o qədər. Mədəniyyət şokunu orada yaşamısınız belə. Mədəniyyət şoku ilk mədəniyyət şokumu belə deyim, deyə bilərik. Yox, ilk mədəniyyət şokumu mən harda yaşamışam? İlk mədəniyyət şokumu yəqin ki, Cənubi Amerikanın bəzi dağlıq yerlərində, qəbilə yerlərində yaşamış ola bilərəm. Və yaxud da nə? Çünki elə yerlər var ki, məsələn, Cənubi Amerikada olsun. Yəni elə yerlər, Avropa bizə yaxındır, belə deyim. Avropa ilə bizim çox üst-üstə düşən tərəflərimiz var. Görkəm olaraq da bir çox nöqtədə Avropalılara oxşuyuruq. Amma sən Cənubi Amerikaya gedəndə, Cənubi Amerikada indi İspanlar, İtalyanlar deyin, onlar da aşağı tərəflər deyirəm, yəni Çili, Argentina tərəflər. Braziliyada mədəniyyət şokunu yaşayırsan. Çünki Braziliya, Portuqallılar biraz da yerlilərlə qarışıbdır. Belə maraqlı bir şey ortaya çıxıbdır. Və yaxud da gedib Boliviyada o mədəniyyət şokunu yaşayırsan. Boliviya tamamilə fərqli bir özləri, belə deyim, o yerlilər qalıbdır Boliviyada və yaxud da Perunun dağlarında, Kolumbiya tərəflərdə. Amma bizdə də fikir yaradıblar ki, indi o ölkələr daha yerdə qalıb, daha müasir deyirlər, daha düşüncələri şeydir. Bizə daha çox Avropa satıblar beynimizə. Avropanı satılmasının səbəbi Avropanın biraz daha əlçatan olmasıdır fikrimcə. İnsan belə deyim, mənə görə məndən soruşulsa, dünyanın ən gözəl ölkələrindən birisi Türkiyədir. Amma Türkiyə bizim üçün əlçatan olduğu üçün orada da istədiyimiz vaxt gedə bilərik deyə Türkiyə deyiləndə biraz belə dırnaqarası yanaşırıq. Fikirləşirik ki, məsəl üçün Portuqaliyaya getsək Türkiyədən qat-qat daha yaxşıdır. Amma halbuki Türkiyənin sahilləri çox daha gözəldir. Məsafə nə qədər uzaqlaşırsa, bir o qədər belə cəlb edici gəlir falan. Avropa isə Avropa bəli, mədəniyyət olaraq belə deyim,
çox daha şeydədir. Yəni hər şey qaydasında, hər şey saniyə-saniyəsinə uyğun, nizamlı, intizamlı və s. və ilə axır. Təbii Asiyada gəlib sən o nizam intizamı heç vaxt tapa bilmərsən, amma onların da tərzi odur. Sən Avropada saat 6-dan sonra həyat yoxdur. Məncə yaxşı bir şeydir bu. Yaxşı bir şeydir. Həyatlarına dəyər verirlər də, işləmirlər. Yəni baxır da, yox, işləmək söhbəti yox. 6-dan sonra küçədə ümumiyyətlə heç kim görə bilmirsən. Marketlər belə bağlı olur. Yəni çox qəribədir. Çox nadir hallarda 24 saat işləyən marketlər tapırsan Avropada. İndi Avropanı pisləmək üçün demirəm. Bu Avropa kifayət qədər gözəl yerdir və Avropa mədəniyyət, tarix sevən insanlar üçün Avropa tamamilə başqa bir dünyadır. Çünki Avropanın tarixi əl dəyilməyibdi o tarixə. Amma gedib məsələn Cənubi Amerikanın tarixi ilə maraqlansan, artıq bir çox nöqtədə məhv edilmiş bir tarix var və yaxud da Asiyada bir çox nöqtədə məhv edilmiş. Dəyər verirlər tarixlərinə. Onlar mı? Əlbəttə. Amma bir çox müstəmləkə olduğu üçün artıq müstəmləkə ölkələridirlər onlar və onların tarixlərinin əksəriyyəti uzun illər boyunca məhv olunubdur. Amma bu gün təbii ki, dəyər verirlər və o tarixdən bir çox pul qazanır elə. Görürüm, siz tanış elədiniz, indi mənə, insanlara Ahmetə maraqlıca. Dediniz ya Türkiyə. Bizim insanların beynində Türkiyə sadəcə İstanbuldan ibarətdir. İstanbuldan o tərəfə yoxdur. Ancaq İstanbul, Türkiyə İstanbuldan ibarətdir. Və yaxud da İzmir deyək. Hə, İzmir. Kapadokiya hardasa, amma orada getmək bahadır deyil, heç kim getmir. Yəni sadəcə İstanbul. Yox, mən məsəl üçün yəni ən sevdiyim yerə Kaş çox sevirəm. Olmusunuz orada? Kaşda mən 4 dəfə səhv eləmirəmsə olmuşam və inanılmaz çox sevirəm. Hətta hərrəni fırlanıb necəsə o Kaşa gəlmək üçün bir bəhanə axtarmışam həmişə. Amma sizin oradan videolarınız olmuyor, mən heç görmədim. Kaşda nə? Kaşda. Çünki o dövrlərdə video çəkmirdim. Heç Instagramda da yoxdur. Siz Instagrama başladınız hardasa Braziliya videosundan sonra məncə. Yox. Ondan yox. Yəni çəkirdiniz amma bu qədər üstünə düşmürdünüz də. Amma oradan sonra daha ciddi yanaşdınız məncə. Hə, Cənubi Amerikadan sonra biraz daha ciddi yanaşdım. Amma takipçiyə də gördünüz də nə qədər artdı. Yəni ciddi yanaşımda takipçi də artdı. Mən takip edəndə 11 min. Hamısını salamlayıram. Hamısını salamlayıram. Mən takip edəndə 11 min idi, indi arası 25 min falandı birim. Yəni hamını salamlayıram. Çox sağ olun məni izlədiyiniz üçün. İzlədiyiniz üçün itirmirsiniz, qazanırsınız. Allah razı olsun. Dünyada gördüyünüz ən gözəl mənzərə haradır? Ən gözəl mənzərə. O şəlalə var idi bir dənə. İqvazu. Deyərdim bəlkə də çox gözəl idi. Yəni insanı belə deyim, yəni ağladacaq qədər gözəl bir şəlalə idi İqvazu. Braziliyanın Argentina. Yoxsa Braziliya tərəfdən? Mən iki tərəfindən də getdim, iki tərəfindən də eyni effekti aldım. Sadəcə olaraq belə gözəllik tərəfini görmək istəyirsənsə, Braziliyadan dayanıb Argentinaya baxmalısan. O şəlalənin içərisində olmaq istəyirsənsə, ona şeytan boğazı deyirlər. Argentina tərəfindəki o əsas hissəyə və Argentina tərəfindən dayananda artıq şəlalənin içərisindəsən. Həqiqətən o effekti orada verirdi, amma mənzərə bəlkə də deyə. Budur yoxsa başqa var indi mən dedim deyə yoxsa başqa? Başqa deyən ki, ağlara gəlir. Mənzərə deyən ki, mənim ağlıma ilk İqvazu gəlir. Mənzərə deyən ki, mənim ağlıma İqvazu gəlir. Çünki onun üstünə çıxa biləcək bir mənzərə, çox şəlalələrdə olmuşam, çox dağlarda olmuşam, çox mənzərəli yerlərdə olmuşam. Amma mənzərə deyiləndə yəni ilk ağlıma gələn İqvazu. Fikirləşdirsən başqa şeylər çıxar, amma ilk ağla gələn İqvazu olur bəlkə də. Məndə də çox mükəmməl yerdir. Yəni növbəti suala mən danışdıq əslində, amma yenə də verim. Ən böyük mədəni şok harda yaşamısınız? Indoneziyada da. Mədəni şok belə mədəniyyətlər, bu mədəniyyətdən o biri mədəniyyətə ani keçidlərin olduğu şok İndoneziya deyərdim. Yəni çünki məsəl üçün çox üzr istəyirəm. Taylanddan etibarən biraz daha yuxarıya qalxdıqca, daha doğrusu Malaziyadan etibarən deyək. Yuxarıya qalxdıqca belə elə bir sanki Azərbaycana doğru yaxınlaşırmışsan kimi bir hiss yaranır. Yəni mədəniyyət yavaş-yavaş yuxarıya qalxdıqca. Amma İndoneziyada bu belə deyil. İndoneziyada bir adan o biri adada keçsə tamamilə fərqli bir dünyadır. Məsələn, niyə görə deyirsiniz? Məsələn, sizin çox deyim, məsəl üçün, çünki onların hamısı fərqli belə deyim, krallıqlar olubdu vaxtında və bir çoxunda belə məsəl üçün elə ada var ki, adanın sahil əraziləri müsəlmandır.
Çünki tacirlər orada daha çox gəlibdi, orada İslam yayılıbdı. Bu arada İndoneziyada, yəni döyüşlərlə falan İslam qəbul olunmuyubdu. Tamamilə tacirlər vasitəsilə və İndoneziyalıların özləri könüllü olaraq İslamı qəbul edibdi. Orta tərəflərində xristianlardır. Niderlandlılar. Daha çox biz oxşayırlar deyəsən. Bizdə də daha çox müsəlman, xristian, hər dinə. Yox, orada daha qarışıqdır. Və daha orta tərəf, daha dağlıq əraziləri bəzi animistlər, nə bilim, məsəl üçün Bali adası hinduizmdir. Bali adasına gedirsən, orada müsəlman. Balidə yerli qalıb ki. Bali ruslar. Orada hamısı turistlərdir. Turistlərdir bəli. Amma yəni Bali məsəl üçün hinduizmdir, amma gedirsən Cava adasına, ən çox əhali Cava adasında yaşayırdı. Orada müsəlmanlardır əsasən. Gedirsən Sumatraya, Sumatrada müsəlmanlardır, amma kifayət qədər çox xristian var. Sulawesi'də məsəl üçün gəlirsən, orada müsəlmanlar sahil ərazi, Makassarda falan müsəlmanlardır, amma ortalarda xristian, animistlər. Papaya gedirsən, özlərinin ayrıcı dinləri var, yəni. Fərqli dinləri istifadə edirlər. Bəli. Belə bir sualım olacaq sizə də. Yəni deyirsiniz, məsələn, Avropa ilə oradakı mədəniyyət şokunda nə fərq var? Avropa belə deyim, Avropa bir çox yerə öz mədəniyyətini aparıbdı, məcburi də olsa. Amma Avropada bizim öyrəşdiyimiz bir çox şey var ki, o Avropada gedib onu görür. Və Avropada bir çox yerdə eynilikdir. Məsəl üçün, Portuqaliya, İspaniya bir-birinə çox bənzəyir. Biraz gəlirsən bu tərəfə, Fransa, Almaniya bir-birinə hardasa bənzəyir və yaxud da İtaliya. Bunlar bənzərliklərini görürsən. Din olaraq da bir çoxsu, demək olar, Avropanın hamısı, bir dənə Bosniyanı oradan çıxsaq, Albanların da bir hissəsi. Yəni, demək olar, hamısı xristiyandılar da və hamısının dini eyni, tarixləri bir çox Romadan gəlir, bir çoxunun tarixi və yaxud da gəlirsən İspaniya, Portuqaliya tərəfə belə deyim, öz tarixləri ilə yanaşı ərəb tarixi də var orada və onların belə deyim, dediyim kimi hamısı bənzər tarixlərə sahib olduğu üçün, bənzər mədəniyyətlərə sahib olduğu üçün və bir nöqtədən sonra Avropa sənin üçün eyniləşir. Avropa düzdür, keçmişdə Avropada çox kiçik saylı krallıqlar olubdu. Çox kiçik, onun üçün Avropanın bu gün fərqli-fərqli şəhərləri necə gözəldir deyirik. Hər şəhərdə fərqli-fərqli qəsrlər var, fərqli-fərqli memarlıqlar var. Onun səbəbi odur ki, keçmiş zamanlarda orada bir çox kiçik belə deyim, krallıqlar mövcud idi və ondan gəlir. Amma dediyim kimi Avropa artıq bir nöqtədən sonra eyniləşir. Avropa səyahətində görərsən, ilk düşən kimi, məsəl üçün, Avropa Azərbaycan üçün əl çatan da hardan da? Romadan və yaxud da Budapeştdən də. Budapeştdə görəndə wow olursan, amma getdiksən biraz daha içərilərə yeni şeylər görmürsən artıq. Görürsən ki, eynidir. Eyni arxitektura, hamısı. Eyni, bəli, eynidir. Məncə də tək Avropa turuna çıxmayasan, gedəsən bir ölkəyə, sonra gedəsən başqa ölkəyə, yoxsa həqiqətən adamı yorur. Mən o Avropada kəskin şəkildə eləmişəm deyə, yorulursan, amma xatirəsi qardır. Amma o an elə fikirləşsən, sonra o an yorucu kimi gələ bilər. Yəni mən də vaxtında, çünki bir nəfəsə bütün Avropanı gəzməyə çalışdım. Bu şeyi amma orada da yaşadınız, Asiyada. Orada hər bir şeyə girəndə deyirdiniz ki, görməkdən bezdim. Yerin adı nə idi? Müqəddəs yerlərdə. Məbədlərə girəndə deyirsiniz, bezdim məbədə girməkdən. Yəni bir nöqtədən sonra bezirsən də. Yəni Asiyada məsəl üçün indi sən İndoneziyada bir yerdə məscid görürsən, bu birisi tərəfə gəlirsən, bir hinduizm məbədi görürsən, digər tərəfdə gəlirsən, tamamilə fərqli bir şey, ağacda bir özləri üçün ritualların, öz ayinlərini icra etdikləri bir yer görürsən, ora biraz daha fərqlidir, amma Avropada hər tərəfdə kilsədir və yaxud da Taylandda gəlirsən, Taylandda hər tərəf budist məbədlərdir. Belə. Ona görə deyirəm, bir dənə Avropa, bir dənə Asiya, bir dənə Avropa, bir dənə Asiya. Ona biraz ciddi maliyyə lazımdır. Bizdən Asiyaya səyahət biletləri dəhşət dərəcədə bahadır. Keçim digər suala. Səyahət etdikcə daha çox tək qalmaq istəyirsən, yoxsa insanlarla olmaq? Məncə bəllidir bu sualın cavabı. Tək qalmaq istəyirsən. Niyə görə? Səyahət insanı yalnızlaşdırır, yoxsa necə? Yox, tək qalıb yeni insanlar tanımaq mənə daha çox həyəcan verir. Amma ətrafında insan çox az sayda, belə deyim, səyahət zamanı ümumiyyətlə tək səyahət eləmək mənim üçün öncəlikdir. Yəni
Bu öncəlikdir yoxsa səyahət eləməyə adam yoxdur deyə deyirik? Yox, kifayət qədər çox adam var, amma dediyim kimi, yəni öncəlikdir mənim üçün. Çünki mən ani şəkildə qərar alan birisiyəm. Ani şəkildə qərarımı tam plan şey eləyəcəm, eləmirəm onu deyən birisiyəm. Və yaxud da belə deyim, bir şey beynimə qoydumsa, mütləq onu eləyəcəm deyən birisiyəm. Və ya da yanımdakı insanlara da belə deyim, nə isə diktə eləmək istəmirəm. Yanımdakı insan ola bilər ki, başqa şeydən zövq alar. Onun zövq aldığı şeyləri də etmək lazımdır. Onun üçün biraz fikir insan sayısı həyatda çox olduqca fikir ayrılığı da çox olur. Məncə də. Bilən başqa suala. Səyahət elədikcə vətən sevgisi azalır yoxsa çoxalır? Çoxalır, təbii ki, çoxalır. Nəyə görə? Bir məna olaraq çoxalır. Çünki mən səyahət eləməzdən əvvəl də vətənimi, ölkəmi, millətimi sevən birisi idim. Hal-hazırda da, yəni səyahət elədikcə də daha çox sevirəm və səyahət eləmək də əsas motivasiyalarından birisi də budur ki, elə vətənimin insanları, həmvətənlərim də bu səyahətlərdən bəlkə biraz da olsun feyz alıb onlar daha çox səyahət eləyərlər. Çünki səyahət eləməklə həqiqətən də Çox şey qazanırsan. Çox şey qazanırsan. İtirirsən yoxsa yox? Qazanırsan. İtirmirsən. Yox, qazanırsan. Ondan keçən başqa. Bu qədər yerdən sonra ev sözünün mənası sənin üçün nədir? Səyahət yoxsa ev? Ev mənim üçün yoldur. Onda yollarda. Bəli, yoldur. Bir yola yazmışsınız. Elm istəyirəm. Yəni keçin başqa suala. Səyahətin sənə qazandırdığı və itirdiyi ən vacib şey nədir? Səyahətin mənə qazandırdığı şey təcrübədir. Ən önəmli şey təcrübəni. İtirdim, heç bir şey itirməmişəm səyahət. Səyahətdə itirdiyim heç bir şey olmayıb. Səyahətdə uzağı itirdiyin şey biletə verdiyin pul olar, onu da itki olaraq görmək düzgün deyil. Yəni qəti şəkildə səyahətdə heç bir şey itirmirsən. Ancaq qazanırsan. O kamera aldısın deyə o təsirləmir o. Yox, o da bir xatirə. Xatirləşmə yaddaşı saxlayır. Sizdə də ən böyük məndə psixoloji şeydir bu. Bunu belə fikirləşəndə daha maraqlı olur. Səncə insanın ən böyük sərhədi ölkədə yoxsa qorxuları? Birinci ilk növbədə öz daxili aləminədir səyahəti. Yəni insan özünü birinci kəşf eləməlidir. Mən nə istəyirəm deyib, ondan sonra başqa yerlərə səyahət eləməlidir. Yəni mütləq şəkildə mən çıxım, gedim, gəzim, yox, o elə deyil. Birinci özünü bir kəşf elə. Nə istəyirsən, necə yer istəyirsən, haralara getmək istəyirsən, haraları görmək istəyirsən, məqsədin nədir, fikrin nədir, ondan sonra. Amma yola çıxanda da belə bir üstünlük olur ki, yolda artıq buna qərar verirsən. Çıx yola, yəni çıx yola, yol səni hara lazımsa ora aparacaq. Məncə tam yəni istədiyim beyin düşüncəsidir. Səyahət etdikcə insan daha çox tapır yoxsa itirir? Eyni sualdır amma biraz dəqiq. Tapır. Nə tapmısınız məsələn? Yenə inkişaf. Nə tapır? Yəni birinci ilk növbədə özünü tapırsan, digər tərəfdən belə deyim, yaxşı və pis arasındakı əlaqəni tapırsan, mədəniyyətlər arasındakı əlaqəni tapırsan, fərqləri tapırsan, belə deyim, yaxşı şeyləri tapırsan, pislikləri artıq insan səyahət eləyəcəksən başa düşür ki, insan pisliklərlə belə deyim, məşğul olacaq qədər bu ömür uzun bir ömür deyil. Maksimum yaxşı şeylərə fokuslanmaq yaxşı şeylərə baxmaq lazımdır. Yəni çox maraqlı düşüncə tərzidir həqiqətən. Kumilim olduğu, yəni görsənir də. Düz insan kumil kimi seçmişəm. İnsanlar sənin vloqlarına baxıb, Sadiq çox şanslıdır, dünyanı yaşayır deyirlər. Amma hər şansın bir bədəli var. Sadiq olmağın şəxsi həyatına vurduğu ən böyük zərbə olub. Zərbə bəlkə də olubdu, amma mən onu belə deyim, heç vaxt pis tərəflərə fokuslanmadığım üçün, yəni bəlkə də olubdu. Mən həyatımda belə deyim, heç kimsə haqqında da pis düşünmürəm, heç bir xatirəmə də pisdir demirəm, heç bir başıma gəlmiş hadisəyə də kaş bu gəlməzdi də demirəm. Təcrübə kimi baxırsan. Hər şey bu həyatda təcrübədir. Yəqin ki, bir şeylər, təbii ki, səyahətə çıxırsansa, bir şeylərdən də vaz keçməlisən. Yəqin ki, mənim də vaz keçdiyim bir şeylər olubdu, amma hər halda səyahətlərimdən daha dəyərli. İndi yada düşmürsə deməli o qədər ciddi bir şeydir ya. Yəqin də. İndi bayaqki söhbətimizə uyğun bir dənə sualım var. Xarici ölkələrdə bu qədər fərqli inanc və dinlə qarşılaşmısınız da, bu sizin dininizə təsir göstərir? Mənim üçün dünyanın bütün dinləri eynidir.
pis və yaxud da yaxşı mənada heç bir şey deməyəcəm. Mənim üçün dünyanın bütün dinləri eynidir. Mən budistinə də eyni hörməti göstərirəm, müsəlmanına da, xristianına da, yahudisinə də. Mənim üçün dediyim kimi bütün inanclar eynidir. Mən hər kəsin dininə çox böyük bir hörmətlə yanaşıram. Hətta dini inancı olmayan insanlara da həmçinin. Hamısı eynidir. Hamının dininə hörmət edirik. Bəs sizin inandığınız din, inanc hansıdır? Bütün dinlər mənim üçün eynidir. Yox, sizin inandığınız. Yəni müsəlman dininə Bütün dinlər mənim üçün eynidir. Hə, cavab vermək istəmirsiniz ki. İstəyirsən sakit və nizamlı mühitindən çıxıb Asiyanın qarşı küçələrinə girəndə ruhun harada daha nəfəs alır? Mən ikisindən də eyni dərəcədə zövq alırdım. İsveçrədə də eyni dərəcə. Sadəcə olaraq İsveçrənin o bahalığından çıxıb Asiyanın o ucuzluğuna girəndə biraz insan mənəvi cəhətdən xoşbəxt olur. Mənəvi və maddi cəhətdən biraz xoşbəxt olur insan. Yəni. Çox bahalıdır İsveçrə. Bəli, çox bahalı. Yəni mən sizdən sonra Avropaya marağım azaldı, amma Asiyaya marağım çoxaldı. Yəni İsveçrə çox bahalı, dəhşət bahalıdır. olmuşam orada, dəhşət çox bahadır, yəni məncə də. Böyük əziyyətlə çəkdiyim tarixi vloqlar az baxılır. Amma sadə əyləncə videoları partlayır. Sən pis təsir edir bu yoxsa? Yox, bilirəm ki, o video mən çəkəndə belə bilirəm ki, o video baxılmayacaq. Yəni bir mən olaraq baxıram ki, yəni hətta onun üzərində mən işləyəndə, onun montajını eləyəndə, onun səsləndirməsini eləyəndə bilirəm ki, bu videoya heç kəs baxmayacaq. Bu video məsəl üçün belə deyim də, küçədə gedərkən anlıq bir başıma gələn bir hadisədən qat-qat daha az baxılacaq, amma belə deyim, o mənim zövq aldığım bir şeydir. O video 10 nəfər də baxacaqsa, o videodan bir şey öyrənəcəksə, o məni xoşbəxt eləyir. Yəni təbii ki, bilirəm ki, yəni o videoya mənim Angkor məbədi ilə bağlı videom demək olar ki, heç kəs baxmayıbdı, amma o videonu hazırlayarkən mən çox xoşbəxt idim. İndi də xoşbəxtəm, izlənilməsə belə. Yəni o videoya baxsınız, mən sizin bir dənə videonuza baxdım. Yəni bilirəm elə bir şey eləyən bir deyilsiniz, amma bizim insanlar niyəsə belə 18 plus olan şeyə video qoymuşlar. Mən 18 plus indiyə qədər cəmi 2-3 video qoymuşam. O da həqiqətən 18 plus olduğu üçün. Çünki mən istəmirəm ki, belə deyim də 18 yaşından aşağı gənc dostlarımız girib o videoya baxıb oradan bir dənə nəsə pis şeylər. O da məlumatlandırıcı olaraq belə wow effekt olsun deyə qəti şəkildə heç vaxt heç bir videomda onu qoymuram və bunu çox qeyri-etik bir şey olaraq qəbul edirəm. Mən də onu demək istəyirəm ki, yəni o 18 plusu görüb qəsdən girib baxanlar var da, görüm burada. Yəni mən belə deyim, o wow effekt və yaxud da clickbait mən etik bir şey hesab eləmirəm. Bilmirəm, yəni mən də o demək istəyirəm ki, bizim insanlarımız niyəsə 18 plus şeylərə baxmaq istəyir, amma tarixi olan şeylərə baxmaq istəmir, çox maraqlıdır. Sadəcə yerli blogerlərin çoxu rahat və populyar istiqamətlərə gedir. Sən gedirsən Braziliyaya, daha çətin olan yerlərə, Boliviyaya falan, əsasda favela kimi yerlərə. Yəni sən buna məcbur edən nədir? Öz canlı daxili aləmim. Daxili aləm biraz yəqin problem axtaran birisiyəm onunla öyle. Favelada problem yaşamışsınız da mən bildiyim qədər. Ha, favelalarda. Cənubi Amerikada mənim problemsizliyim olmurdu. Yəni onun üçün Cənubi Amerikada çox darıxıram yəni. Oranın yəni o vibe, oranın o atmosferi. Favelada nə yaşamışsınız? Kamera almışlar ya. Kameranı alıb içindəkilər. Hətta belə bir şey olmuşdu. Yəni dedi içində bir dənə də olsun belə evlərin kadrları olsa, bəlləndə silah. Evlərin içərisində bir dənə kadr olsa, vuracam səni. Dedim, siləkli deyir, vuracam. Dedim, baxdı. Onsuz da mən bilirəm. Mən onsuz oranı getməzdən əvvəl oraların qaydalarını bilirəm. Yəni onlar nəyə aqressiv yanaşırlar, nəyə əsəbləşirlər. Bunların hamısını bilirəm. Yəni ümumiyyətlə ora getməsən belə, yəni bugün kimsə sən gəlib evimin için çəksə, sən də əsəbləşərsən. O da deyir ki, qardaş, sən favela adı ilə gəlib mənim evimin için niyə çəkirsən axı? Burada mən yaşayıram. Yəni, amma yəni Cənubi Amerikada çox olur belə şey. Məncə də o öz qaydalarını qoyublar. Dövlət qarışa bilmir favelaya qaldı ki, sən gedib onu çəkəsən. Yəni məncə normal qarşılayıram o. İcazə vermələri normaldır. Orada şəxsi işləri falan da var yəqin ki, icazə vermirlər. Azərbaycan pasportlu onlarla ölkəyə daxil olarkən sənə qarşı hər hansı bir mühakimə və ya soyuq münasibətlə qarşılaşmısan?
Bu Azərbaycan pasportu, bildim Azərbaycanın hər hansısa bir sərhəddə, hər hansısa bir sərhədçi tərəfindən tanınmamasının Azərbaycanın nüfuzu ilə bir əlaqəsi yox. Tamamilə həmin sərhədçi belə deyim cahilliyi ilə əlaqəsi var. Adam sərhəddə oturan hər bir şəxs dünyanın bütün ölkələrini tanımalıdır. Sən sərhəddə oturursan. Sənə Tuvaludan da bir vətəndaş gəlib sənin sərhəddindən keçə bilər. Azərbaycan pasportu mən dedim Avropaya Azərbaycan pasportuna altına girirsən, Asiyanın bir çox, hətta Çinə girəndə o videonu gələcəkdə paylaşdım. Çinə girəndə çox belə cəmaət növbələr, dolanı cəmaət viza almağa çalışanda, indi yol boyu səyahət elədiksən o insanlarla tanış olsan da, viza almağa çalışırlar, Çinə ümumiyyətlə girə bilmirlər. Sən sənə pasportu göstərirsən, Çinə girirsən. Sağ olsun, o bizə çox böyük şey yarattı bizə. Siz bildiyim qədərilə İspan dilini bilirsiniz, yoxsa Portugal dili də? İspan da bilirəm, amma İspan. İspan harda öyrənmisiniz? Çox maraqlı. Özüm, onsuz Cənubi Amerikaya girsəniz İspan dilini bilməzsiniz. İngilis dilindən... Yox, İngilis dilini Cənubi Amerikada heç bir şəkildə keçmişəm. Yəni sərbəst bilirsiniz də? Belə də problem olanda özümüz çıxarda bilirik. Özünüzü ifadə edə bilirsiniz. Ən vacibi də bu. Yəni sizin bir də sual verim ki, bu özümə maraqlıdır. İndi Çindədir də, sizin vloqlarınız Çində olacaq. Bəs niyə belə gecikdirdiniz siz? Mən çünki bir müddət ümumiyyətlə heç bir şey paylaşmadım. Mən Malayziyada qalxdım dağlara orada biraz. Onda o videolar lap geridən gəlir. Geridən gəlir. Mən Vyetnam videoları elə bir Vyetnam videoları aprelin axırından falan. Yox, mayda da artıq, mayın ortaları falan halacaq. Ona spoiler verək də, Çindən başqa harasa gedirsiniz? Yox, Çindən Bakıya gəldim. Onda Çin necə şəhər? Çünki artıq Çində aeroportda məni Pekində görmüşdülər deyə, yəni artıq Çinin bir şəhərində olsun. Yox, 5 şəhərində olsun. Şəhərində olmasa, onda vloqlar gələcək. Gələcək. Sualım bu qədər. Yəni gəldik sonuna çatdıq. Özünüz necə istəyirsiniz? Nə demək istəyirsiniz izləyicilərə? Tək bir şey deyəcək olsam deyərdim ki, səyahət edin. Fərq eləmir hara, fərq eləmir kimlə. Hər bir insana qadın olsun, kişi olsun, fərq eləmir. Hər bir insana həyatında bir dəfə də olsun mütləq şəkildə tək səyahət eləməyi məsləhət görürəm. Tək səyahət eləyəndə insan öz daxili aləmini daha yaxşı tapır, məsuliyyət hissini daha gözəl anlayır, qərar vermək bacarığı daha çox güclənir və s. və ilə axır. Yəni bütün bunların hamısını həqiqətən də çox inkişaf elətdirən bir şeydir. Tək səyahət eləmək. Demirəm, ömrünüzü tək səyahətlə keçsin, amma heç olmasa bir dəfə, 2 dəfə olsun tək səyahət eləyin. Maraqlı olur. Bizdə qorxurlar tək səyahət eləmək. Yox, qorxmağa heç bir ehtiyac yoxdur. Dünyanın heç bir yerində səni, belə deyim, heç bir yerində deməyim, gedib özünüzə problem yarat. Gedib özünüzə problem yaratmayın. Heç bir, yəni əksər yerlərində belə deyək, heç kim səni baltalamayacaq. Uzağa deyəsən ki, yolumu azmışam, sənə bir yol göstərəcəklər, sən qaydasan. Və dünyanın bir çox ölkəsində də bizim səfirliklərimiz də var. Deyəsən ki, uzağı ən pis ehtimal deyirəm, nə ən pis ehtimalı. Məni aparın Azərbaycan səfirliyinə aparacaqlar. Bəs dil bilmək vacibdir. Çox insan deyir ki, mən dil bilmirəm, səyahət edə bilmərəm. Dil bilmək vacibdir. Mən bu dil bilmək bəhanəsini biraz eləmirəm. Öyrən də. Bu bir. Bunu qoyduq bir qıraq. Öyrən də. Yəni ingilis dili məndən əski adam deyilsən və yaxud da ingilis dili bilən adamdan əski adam deyilsən. Yəni öyrənmək istəsən öyrənərsən. Bu ayrı məsələ. Amma heç bir dil bilmədən təbii ki, səyahət eləmək mümkün. Mən Çində məsəl üçün heç bir Çin dil bilirəm mən. Bir dənə Nihaonu bilirəm, CC'ni bilirəm, nə bilim 2-3 dənə əlavə söz bilirəm və salam. Amma Çində də gedib şey kimi və salam. Yəni bilir ki, onu yemək istəyirsən sən. Yəni səyahət eləmək olar dil bilmirəm. Təbii ki. Və yaxud da hamının da əlində artıq telefonlar var, telefonla translate. Amma dediyim kimi, getdiyin ölkələrdə dil bilməyin də üstünlükləri var. Çünki yerli insanlar görəndə ki, sən onların dilində danışırsan, sənə çox amma çox böyük hörmət bəsləyirlər. Məncə də dil bilmək önəmlidir. Onda axırıncı sualı verim ki, yəni neçə qədər ölkədə olmusunuz da 100 deyək. Yəni ilk səyahətə çıxmaq istəyən insan hansı ölkəni məsləhət görərsiniz? Türkiyədən bax, Türkiyə şey olub, oradan başqa daha ilk səyahətə uyğun ölkə. İlk səyahətə uyğun, büdcəsinə hara uyğun sonra getsin. Fərq eləmir. Bir dənə o yeri görsün ki, dünya onun evinin ətrafından, şəhərin ətrafından, rayonun ətrafından, ölkəsinin ətrafından ibarət deyil. Çıxsın, dediyim kimi, İtaliyaya getməyi ilə Braziliya getməyi arasında heç bir fərq olmayacaq. Getsin, oranı bir görsün.
Ondan sonra artıq qərar verəcəyik. Amma yəni gedib hə də yəni bəlkə səyahətə çıxacaq, səyahətə çıxandan sonra deyəcək ki, yox, bu səyahət eləmək mənlik deyil. Məncə də. Yəni bizdə elə fikir formalaşıb ki, ancaq qonşu ölkələrə gedirik. Gürcüstan, Türkiyə, maksimum Rusiya falan. Amma daha maraqlı ölkələrə gedib görə bilərsiniz. Məsələn, İrana getməyi məsləhət görürəm. Ara sakitləşəndən sonra İran çox gözəl ölkədir. Get olmusunuz İranda. Bəli, olmuşam, amma yəni ətraflı şəkildə, çox daha detallı şəkildə gəzsəm üçün. Bir gün inşallah buralara gözləyirik. Amma oranın ab-havası, mentaliteti tamam O fərqli. olsun da, o da bir mədəniyyətdir. O da onların mədəniyyətidir. Dünyada Pakistanda, Hindistanda olmuşam. Dünyada tək bir din olsaydı, tək bir dil olsaydı, dünya bu qədər maraqlı bir yer olmazdı. Məncə də mən də bəyənirəm fərqli ab-havalı olan ölkələri. Avropadan artıq adam sıxılır bir yerdən sonra daha fərqli ölkələr görmək istəyirsən. Onda planında hara var? Cəbhə gəlmisiniz bilmirəm. Yeni Planı hələ qurmamışam. Yəni görək də. Yəni bildiyim qədərilə bir ölkə ilə kifayətlənmirsən. Yox, mən bir ölkə ilə gedim, mənim planlarım uzun müddətli olur. Yəni harasa getdimsə bir sonuncu səyahətim 7 ay falan davam elərdi. Bunda maliyyə də çətinlik. Ondan əlavə, ondan əvvəl də uzun müddət Cənubi Amerikada idim. Onda belə fikirləşirəm ki, yaxın olan getməyiz ölkələri planlayıb gedəcəksiniz. Yaxın? Bir-birinə yaxındır, qonşu ölkə. Hə, yəqin ki, böyük ehtimalla elə bir şey olacaq. Yeni Zelandiya falan var fikirdə. Hələ ki yox. Hələ ki yaxın perspektivdə yox. Özbəkistan falan tərəflərdə olmusunuz yoxsa yox? Olmuşam. Hə. Amma oralardan vlog gəlmir. Mən həqiqətən istəyirəm ki, vloqları daha böyüdəsiniz, daha İnşallah. uyğun, bilirəm, o kütləyə siz istəyirsiniz ki, daha yəni düşüncəli kütlə olsun. Əlbəttə. Məncə elə də olacaq. Yəni yavaş-yavaş artıq izləmələr də qalxır, takipçi də çoxalır. Həqiqətən sizi bu gün burada görmək, yəni mənə çox xoş oldu. Kumilimlə, yəni podkast seçmək həqiqətən məni çox sevindirir. Çox təşəkkür edirəm. Çox sağ olun. Həqiqətən də mən də çox şadam ki, sənin bu gün bu podkastında iştirak elədim. Həqiqətən gəncləri səyahət etməyə həvəsləndirirsən. Özün də bir gənc dostumuzsan. Sənin də bu qədər səyahətə həvəsli olmağın, bu cür podkast hazırlaman həqiqətən məni xoşbəxt edir. O Hüseyn Cavidin Azərbaymasında dediyi kimi söz yox ki, bu gün gəncliyə baxsan, bir sel kimi hər an sağlam yeni məfkurələr izlər. Bizlər yeniləşsək belə daim bir əskilik az-çox bizə hakim. Onun üçün də nə edəcəksək gənclər eləyəcək. Hamımıza dediyim müvəffəqiyyətlər, uğurlar arzulayıram. Belə. Çox sağ olun, həqiqətən yenə də deyirəm. Sadəcə qonağımız olduğu üçün özünə çox sağ olun. Siz də baxdığınız üçün çox sağ olun. İnşallah gələn videolarda, podkastlarda görüşərik. Sağ olun.